Gecə saatlarında 4 radələrində olduğumuz Nizami rayonunun Mehdi Abbasov küçəsində yanacaq doldurma məntəqəsində qəza baş verib. Belə ki, yanacaq daşıyan yük avtomobili məhz kadrlardan da görünən minik avtomobilinə dəyib. Xoşbəxtlikdən minik avtomobilinin içərisində insan olmayıb. Məhz ilkin məlumatlara görə hadisə nəticəsində xəsarət alanlar var. Faktla bağlı araşdırma aparılır. Hadisə baş verəndən dərhal sonra təbibin Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə məhz Nizami rayonundan olduğumuz bu ərazidən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər kişi cinsi şəxsə müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunmaları üçün müvafiq addımlar atılıb. Həmin şəxslərə zəruri tibbi xidmətlər göstərildikdən dərhal sonra pasientlərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. Onu da qeyd edeyim ki, xəsarət alanlardan biri yanacaq doldurma məntəqəsinin işçisi Fariz Əlişovdur. Hazırda faktla bağlı araşdırma aparılır və iş tədqiqatdadır. Bizim bu saata çatdıracağımız məlumatlar bundan ibarət idi. Söz ATV Xəbərin studiyasındadır.